Sual belədir ki, 3 ay yaxşı oxusam, sınaqda 180 yığmışam, mən 200 bal yığa bilərəmmi? 200 bal yığmağın qəbahətdir. Niyə 200 bal yığasan? 3 ay qəşəng hazırlarsan, 250-dən yuxarı bal toplama imkanın var. Yəni, bu sənin öz əlindədir. Birinci, psixoloji olaraq özünü sakitləşdirməlisən və inanmalısan ki, mən inşallah bunu bacaracağam, mən bu yüksək nəticəni əldə edəcəm. Bu bir. İkinci, ətrafındakı şagirdlər, başqaları vaxtını boş yerə, mənasız şeylərlə, fikirlərlə beynini məşğul etdiyi halda sən bilmədiklərini təkrar edə bilər və yaxud əvvəlki bilikləri təkrar edə bilərsən, yeni şeylər öyrənə bilərsən. Bu zaman sənin öz balını artırma imkanı daha çox olar. Yəni, kimsə bu dəqiqə oturub düşünür ki, ay Allah, görəsən imtahan necə olacaq, asan mı olacaq, çətin mi olacaq? Bunu düşünəndə nəsə dəyişirmi? İmtahan çətin olacaqsa hamı üçün olacaq, asan olacaqsa hamı üçün asan olacaq. Çətin olanda ballar düşəcək, asan olanda ballar qalxacaq. Yenə də nəticə dəyişməyəcək. Plan yerlərinin çox olması, üstəgəl hər il imtahan demək olar ki, eyni səviyyədə olması onu göstərir ki, əvvəlki imtahan keçən açırsan, buraxılış suallarına baxırsan, eyni qaydada bu ildə suallar gözlənir. Yəni, qorxacaq, fəlakət edəcək, faciəyə çevirəcək bir şey yoxdur. Qorxmayın ona görə də. Bundan başqa, bacardığın qədər gücünü Azərbaycan dilinə mətnlərə verəcəksən, əvvəl işlədiyin mətnlərdə heç olmasa təkrar edəcəksən, əlində varsa bizim Enva Akademiyanın 100 mətn kitabından ilk 50 mətni işləsən də kifayət eləyər. Sonra qayda üzrə əvvəlki, baxın, bir də proqram bitmədən aralıqlı təkrar sistemindən istifadə edəcəksən. Bu nə deməkdir? Proqramı bitirəndən sonra təkrar eləyəndə məsafə uzaq olur. Amma dərsi hazırlıq davam eləyə-eləyə təkrarlayanda daha qəşəng effekt verir. Yəni, feil mövzusunda sən qayda leksikanı təkrarlayanda bu sənin üçün daha effektli təsir, nəticə verəcək inşallah. Amma sən mövzuların bitməyini gözləyəndə bu elə də fayda verməyəcək. Başqa və daha rahat üsullardan biri isə sən bizim Enva Akademiyanın 3 aylıq sürət qruplarına qoşulursan, hər 3 fəndən və sıfırdan başlayaraq bütün fənləri, demə hər 3 fənni, bütün proqramı 3 ay üçün tam təkrarlayıb imtahana da arxayın rahat gedirsən. Yəni, təkrarı bizlə edirsən, özün yox, bizlə bərabər təkrar edirsən. Bu sürət qruplarına qoşulmasın 055 597 0151 yazırsan, biz sizə kömək edirik. Hələlik bu qədər. Sağ olun.